Ukrayna ölkənin işğal olunmuş hissələrində, xüsusilə də şiddətli döyüşlərin getdiyi Şərqi Donetsk bölgəsində Rusiyanın strateji obyektlərinə qarşı pilotsuz uçuş aparatları ilə hücumları genişləndirib. Ukraynanın Milli Qvardiyası Spartan briqadasının idarə etdiyi pilotsuz aparatların işğal altındakı Donetsk bölgəsi üzərində uçduğunu göstərən video görüntülər yayımlayıb. Milli Qvardiyanın bildirdiyinə görə, Spartan briqadasının zərbə pilotsuz aparatları Rusiya qüvvələrinin cəbhədən uzaqda yerləşən logistika obyektlərini vurub və eyni zamanda Ukrayna qüvvələrinin artıq yaxınlaşdığı mesajını verib. Qurum əməliyyatın videosunu da paylaşıb. Videoda Rusiya hədəflərinə endirilən zərbələr əks olunub. Milli Qvardiya əlavə edib ki, bu hücumlar işğalçılar üçün daha bir narahat gün və evlərinə qayıtmağı gözləyən Ukraynalılar üçün Donetsk bölgəsi uğrunda mübarizənin hər gün davam etdiyini xatırladan daha bir mesaj olub. Ukraynanın Milli Qvardiyasının Xartiya adı ilə tanınan 2-ci korpusu bəyanatında bildirib ki, onların qüvvələri artıq həmin ərazidə fəaliyyət göstərir və Donetsk bölgəsinin müvəqqəti işğal olunmuş hissələrində Rusiya logistikasının hədəfə alınması Ukrayna ərazilərinin geri qaytarılması üçün aparılan daha geniş və əlaqələndirilmiş kampaniyanın bir hissəsidir.